Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Deməli, bu testin sizə izahını vermək istəyirəm, hansı ki, bu testdə çoxlu səhv edir. Öncə şərti müəyyən edirik. Hansı fikir doğru hesab edilə bilməz deyə soruşur. Deməli, baxırıq D variantına. Bu sualda yanlış verilən variant testin doğru cavabıdır. Bu fikir doğrudur. Bəli, bu testdə bir sual, bir variant daha doğrusu yanlış verilib və o yanlış verilən variant bu testin doğru cavabıdır. Ona görə də D variantı doğru hesab edilir. Bizə doğru hesab edilməyən bir variant lazımdır. A variantına baxırıq. Yayma ştrixlərin üst-üstə bir neçə dəfə çəkilməsi deyil yazılıb. Bu doğrudur. Bəli, çünki yayma ştrixlərin üst-üstə bir neçə dəfə çəkilməsi deyil, bəs nədir? Ən tünddən ən açığa qədər olan ton keçididir yayma. Tona çevirmə ən tünddən ən açığa qədər olan ton keçidi deyil yazılıb. Bəli, bu da düzdür, çünki tona çevirmə ştrixlərin üst-üstə bir neçə dəfə çəkilməsidir. Deməli, bu da doğrudur. Doğru olmayan variant hansıdır? C variantıdır ki, burada yazır ki, ştrixləmə ştrixlərin sırayla və ya çarpaz çəkilməsi deyil. Amma əslində ştrixləmə ştrixlərin sırayla və ya çarpaz çəkilməsidir. Ona görə də yanlış olan variant C variantıdır ki, bu da yəni yanlış verilən variant testin doğru cavabıdır fikri doğru hesab edilir. Yəni bizə doğru hesab edilməyən fikir lazım idi. Bu da C variantıdır. Bu qədər sadə. Və belə testlərdə çox da belə deyim, kafanızı çox qarışdırmırsınız, türklər demiş. Əsas məsələ də burada ilk öncə şərti müəyyən edirik. Yəni doğru hesab edilə bilməz deyib, sonra variantlara baxırsınız və fikriniz qarışır. Öncə şərti müəyyən edirik. Şərtdə bizdən doğru mu istəyir, yanlış mı istəyir, bunu müəyyənləşdiririk. Sonra baxırıq variantlara və rahat şəkildə tapırıq. Çünki bu çox sadə və 3-cü sinifdə verilən bir sualdır, mövzudur.